Hər vaxtınız xeyir olsun. Gündəm xəbərinin efirində günün ənənəvi olaraq hava haqqında məlumatını diqqətinizə çatdırırıq. Bugün noyabrın 6-sıdır və noyabrın 7-sinə olan hava haqqında məlumatı isə Milli Hidrometeorologiya Xidməti açıqlayıb. Belə ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq. Əsasən isə yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə az çiskin olacağı ehtimal edilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-13 dərəcə isti, gündüz isə 17-22 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq və şərq küləyi əsəcək. Havanın temperaturu isə gecə 7-12 dərəcə, gündüz isə 18-23 dərəcə isti olacağı proqnozlaşdırılır. Dağlarda isə havanın temperaturuna gəlincə dağlarda gecə 0-5 dərəcə isti, gündüz isə 7-12 dərəcə isti olacağı gözlənilir. Bu da noyabr ayının 7-sinə olan hava haqqında məlumat idi.